Herkese salam. Bugün yağlar barədə danışacağım. Yağlar heyvan orqanizminin, eyni zamanda insan orqanizminin, hüceyrələrimizin ən önəmli komponentlərindən biri olub, eyni zamanda enerji mənbəyi kimi rol oynayır. Həm də yağlarda həll olan bir çox vitaminlər, məsələn A, D, Y, K, əgər ki bir insan öz diyetində yağların miqdarını azaldarsa, o zaman biz o insanlarda bu vitaminlərin çatışmazlıqlarını da görə bilirik. Yəni yağlar bəlkə də bir çoxlarımızın bildiyinin əksinə olaraq orqanizmimiz üçün çox həyati funksiya daşıyır. Ancaq eyni zamanda hər bir şeydə olduğu kimi yağlarda da düzgün istifadə olunmadıqda və qədərindən artıq istifadə olunduqda bir çox problemlərə gətirib çıxardır. Bəs biz necə bilərik ki, düzgün dediyimizdə nəyi nəzərdə tuturuq? Hansı yağlar xeyirlidir, hansı yağlar zərərlidir? Ümumiyyətlə yağların kimyəvi strukturları, kimyəvi quruluşları birbaşa insan orqanizminə olan təsirində effekt göstərir. Nə demək istəyirəm? Yağlar doymuş və doymamış olaraq iki yerə bölünür. Doymuş dedikdə biz tərkibində 2 qat rabitəsi, ümumiyyətlə 2 qat və 3 qat rabitəsi olmayan yağları nəzərdə tuturuq. Doymamış yağlarda isə bu rabitələr mövcuddur. Bu onların belə desək aqreqat hallarına da təsir göstərir. Məsələn, doymuş yağlar bərk formada olur, doymamış yağlar isə maye formada olur. Məsələn, zeytun yağıdır, qarğıdalı, günəbaxan yağlardır. Bunlar doymamış bitki mənşəli yağlardır. Ancaq kərə yağıdır, heyvan mənşəli yağlardır, heyvanın iç yağıdır. Bu yağlar isə doymuş yağlar hesab olunur. Bəs bunların orqanizmimizin təsirində nə hansı fərqləri görürük? Məsələn, burasındadır ki, doymuş yağlar orqanizmimizdə pis xolesterol dediyimiz aşağı sıxlıqlı lipoproteinlərin miqdarını artırır, hansı ki onlar damar divarlarında toplanmağa daha meyillidirlər. Eyni zamanda yüksək sıxlıqlı lipoproteinlərin miqdarını azaldır. Bunu da biz yaxşı xolesterol deyirik. Bunun funksiyası isə pis xolesterolun miqdarını azaltmaqdır. Yəni doymuş yağlar bilavasitə orqanizmimizdə, damarlarımızda ateroskleroz, iltihab, daha sonraki mərhələlərdə tıxanma və hətta ürəyin işəmə xəstəliklərinə qədər gətirib çıxarda bilir. Amma doymamış yağlarda isə bu problemlər daha az görünür. Ona görə də bəlkə eşitmiş olarsınız, ürək qan damar problemi olan xəstələrə həkimlər çox vaxt deyir ki, siz bitki yağlarından istifadə edin, daha çox zeytun yağı məsləhət görürlər və digər kərə yağından, heyvan yağlarından çəkinməyi məsləhət görürlər. Bundan başqa bir xüsusi rabitə də var ki, yağları xüsusilə zərərli eləyir. Hansı ki biz bu yağlara trans yağlar deyirik. Bunların da ən önəmli xüsusiyyəti tərkibində trans dediyimiz xüsusi rabitənin olmasıdır. Əslində bu trans yağlar da təbiətdə də tapıla bilir və süni şəkildə də alına bilir. Təbiətdə tapılan trans yağlar, məsələn, kərə yağından birlikdə onun tərkibində az bir miqdarda trans yağlara rast gəlinir və yaxud da ki digər yağlar. Bu yağlar yəni əsrlər boyu insanlar istifadə eləyib, amma çox az miqdarda olduğuna görə biz onun sağlamlığa çox bir təsirini yəni nə görməmişik, nə araşdırmamışıq. Lakin nə vaxtdan biz artıq başladıq trans yağlardan kütləvi şəkildə istifadə eləməyə? Elə ki qidaya olan tələbat birdən-birə artdı, xüsusən də qənnadı məmulatlarına, yağda bişən fast foodlara və biz yağa olan ehtiyacımızı artıq kərə yağı ilə ödəyə bilmədiyimizə görə, həm də bu daha bahalı başa gəldiyinə və sərfəli olmadığına görə bir alternativ olaraq trans yağlara üst tuturlar. Trans yağlarda təbiətdə yeni dediyim kimi az rast gəldiyinə görə bunu artıq bir sənaye, kimyəvi yolla əldə etməyin üsullarını fikirləşirlər. Doymamış dediyimiz yağların daha ucuz başa gələn həmin o bəlkə də faydalı olan, daha faydalı olan bitki yağlarının kimyəvi üsullarla hidrogenlə qismən doydurulması nəticəsində trans yağlar almağa başlayırlar. Normalda bədənimizdə, insan bədənindən heyvan bədəni, yəni canlı orqanizmdə yağ əmələ gəlmə prosesi zamanı enzimlər iştirak elədiyinə görə bu zaman alınan yağlar trans olmayan, yəni daha faydalı yağlar olur. Amma kimyəvi reaksiyalarda artıq bu enzimlər iştirak etmədiyinə görə alınan yağlar trans rabitə əmələ gətirir. Bu trans rabitədə bizim bədənimizdə necə ki bu rabitəni yaradan enzimlər yoxdur, eləcə də parçalayan enzimlər çox az olduğuna görə onlar damar divarlarında toplanmağa daha meyilli olurlar və orada iltihaba, kalsifikasiyaya, daha sonra da bayaq sadaldığımız kimi aterosklerozu gətirib çıxarta bilir. Hal-hazırda trans yağların istifadəsi bir çox ölkələrdə qadağan olunub, istehsal və istehlakı. Ancaq bu sənayenin davam eləməsi, çarxın fırlanmaq üçün ona bir əvəzedici tapmaq lazımdır. Bu əvəzedici isə bu halda bəlkə də hamımızın qarşılaşdığımız palma yağı dediyimiz bir yağdır. Palma yağı əslində hamı birdən qorxur,
yəni deyir ki, palma yağı tam zərərlidir. Bəli, zərərlidir, amma palma yağında özünün növləri var. Təbii və rafinə olunmuş dediyimiz, yəni üzərində işlənmiş palma yağı. Təbii palma yağı ona qırmızı da deyilir, çünki ona bu rəngi verən tərkibində olan beta-karotin dediyimiz xüsusi maddə var ki, o buna bu rəngi verir. Onun tərkibində buna əlavə antioksidantlar, bəzi vitaminlər də hətta mövcuddur. Qida dəyəri yüksəkdir. Doymuş rabitələr daha az olduğuna görə palma yağının bu qırmızı və təbii forması istər trans yağlara, istər doymuş yağlara görə daha xeyirli hesab olunur. Ancaq bizim gündəlik istifadə etdiyimiz, istehlak etdiyimiz bu qorxduğumuz rafinə edilmiş palma yağıdır. Rafinə edilmiş palma yağının artıq tərkibindəki qida dəyərləri itir, doymuş rabitələrin miqdarı artır. Hətta onların trans yağlara çevrilmə ehtimalı da artdığına görə onlar daha təhlükəli hesab edilir. Gəldik üçüncü bir məsələ, nəyi vurğulamaq istəyirəm. Bizim hər gün qarşılaşdığımız, hər gün yediyimiz qidaların bir çoxu, hansı ki bayırda biz onları satın alırıq, bunlar davamlı şəkildə eyni yağdan istifadə olunur. Yəni bir yağ normalda istifadədən sonra atılmalıdır. Ancaq bu dəfələrlə eyni yağdan istifadə olunma artıq yağın yanması, yəni kimyəvi reaksiya orada getməsinə səbəb olur ki, yenə də bu həmin yağın tərkibində trans birləşmələrin sayının artmasına gətirib çıxardır. Yenə də biz avtomatik olaraq o yağ bəlkə də çox xeyirliymiş ilk başda, ancaq dəfələrlə istifadə olunduğuna görə artıq biz belə deyək, dolayı yolla özümüzə trans yağ daxil edirik bədənimizə. Ona görə də çalışan qədər bayırda, bilmədiyimiz yerlərdə, bilmədiyimiz məkanlarda, əmin olmadığımız məkanlarda belə yağlı qidalardan çəkinmək lazımdır. Xüsusilə də gündəlik istifadə etmək tövsiyə olunmur. Yağlardan qorxmayaq, sadəcə olaraq miqdarında və düzgün formada istifadə eləyək. Onlar bizim orqanizmimiz üçün çox vacibdir, ancaq çox zərərli formalara da dönə bilərlər. Ona görə də diqqətli olmaq lazımdır.